Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Lənkəran rayonunun bəzi ərazilərinin qaz təsisatında fasilə yaranacaq. Bu barədə Azərqaz İstehsalat Birliyindən məlumat yayılıb. Bildirilib ki, Əliyyət Astara İran İslam Respublikası dövlət sərhədi M3 avtomobil yolu üzrə yerləşən 2 ədəd körpünün yenidən qurulması ilə bağlı olaraq yolun 197-ci kilometrində Girdən çayı üzərində tikiləcək yeni körpünün inşası məqsədi ilə Lənkəran rayonu ərazisində yerləşən Göyçaban və Ülkə kəndləri, həmçinin Liman qəsəbəsinin Xutur adlanan hissəsində ümumilikdə 1550 abonentin qaz təsisatının 20 oktyabr saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır. Qurumdan əlavə olunur ki, qaz təsisatı avadanlıqlarınızı nəzarətdə saxlamağınızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş edirik.